Euzubillahis-semiyil-alim mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Vessalatu vesselamu ala seyyidina Muhammedin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Acil faracahum. Deməli, biz keçən bir bəhslərdə qeyd elədik ki, şəxsin fərdi olaraq Qədirxum hədisi barəsində fərdi bir mövqeyi var. O fərdi mövqeyi onu şəxsi başqa İslam alimlərindən fərqləndirir, Əhl-i-Sünnə xəttindən fərqləndirir. Məhz elə bu xəttin özü bu günlərdə qabarıq şəkildə ciddi fəsadlar yaradır İslam ümmətinin arasında. İndi biz keçənki bəhsdə bir qısa olaraq, yəni müqəddimə olaraq bəzi şeylər deyək ki, biz mövzumuzu ardını gətirə bilək. Deməli, biz dedik ki, bu hədis barəsində şəxsin mövqeyi bundan ibarətdir. Şəxs iki yerə böldü. Bir hissəni, əsas hissəni zəif hesab elədi. Qalan hissələri məksub, yəni uydurulmuş, yalan hesab elədi. Və deyir, şübhə yoxdur ki, bu hissə yalan. Sonra biz Əhməd ibn Həmbəlin hədislərindən bəyan elədik ki, heç də bu uydurma deyil. Əksinə, mötəbər kitablarda varid olub. Əksinə, Əhməd ibn Həmbələ də bunun münasibəti gözəldir. Və bir növ aydın oldu ki, bu insan ya araşdırmayıb, ya da bu şəxslərin adına yalan danışır. İndi biz bugünkü dərsdə aydın eləyəcək ki, Əhl-i-Sünnə alimlərinin hədis barəsində mövqeyi nədir? Həmçinin, niyə məhz bu şəxsin hədis barəsində mövqeyini açıqlamamızın səbəbi daha aydınlaşacaq? Həmçinin də aydın olacaq ki, Əhl-i-Sünnə xətti ilə İbn Teymiyyə və onun ardından xətti ayrı-ayrı xəttlərdir. Və onlar Əhl-i-Sünnədən deyildir. İndi, məsələlərdən biri budur ki, Əhl-i-Sünnə alimlərindən birinci hansı alimə müraciət edəcək. Əhl-i-Sünnə alimlərindən biz Əhməd ibn Həmbəlin fikrini dedik. Əhməd ibn Həmbəldən sonra şəxslərdən biri də İmam Təbəridir. Muhammed ibn Cərir Ət-Təbəri ki, məşhur Təbəri. Tarix və təfsir, hansı ki, əlimizdə ən çox istifadə olunan iki əsərdir. Tarix əsəri və təfsir əsəri. Əvvəlcə, yəni, biz mövqeyimizi elə qururuq ki, İbn Teymiyyənin Təbəri haqqında fikri nədir? Yəni, Əhməd ibn Həmbəlin barəsində fikrini dedik. İndi İbn Teymiyyənin İmam Təbəri barəsində fikrini deyək. İbn Teymiyyənin fikri Məcmu Fətava 13-cü cild, 375-ci səhifə, mətbəə Hərəmin mətbəəsidir. Deyir, insanların əlində olan təfsirlərə gəldikdə, bir müəyyən sözü çatdırıb, indi bu hissəsini izah edir. İnsanların əlində olan təfsirlərə gəldikdə isə onların, diqqət edin, onların ən səhih olanı, ən düzgün olanı Məhəmməd ibn Cərir Ət-Təbərinin təfsiridir. Bunu İbn Teymiyyə deyir. Diqqət edin. Ən səhih, onun nəzərində ən səhih olan təfsir kimin təfsiridir? Təbərinin təfsiridir. Deməli, rahat şəkildə biz qarşı tərəfə rəddiyə vermək üçün Təbərinin təfsirinə qarşı tərəfə rəddiyə verə bilərik. Uyğun olmayan məqamları göstərə bilərik. Sən burada deyirsən ki, insanların yanında ən düzgün olan kitab bu kitabdır. Amma bu kitabdan sən özün müxalifsən. Çünki, qarıca qeyd edir, çünki orada sabit sənədlərlə sələfin dedikləri zikr olunmuşdur. Sələf alimlərinin dedikləri və yaxud səhabənin, tabiunun dedikləri zikr olunmuşdur. Orada bidət yoxdur. Bidət yoxdur. İttiham olunmuş şəxslərdən heç bir rəvayət nəql olunmamışdır. Yəni, alim min kitabına heç bir söz deyə bilmərik.
Təbərinin təfsirinə heç bir söz deyə bilmərik. Deməli, aydın olur ki, İbn Teymiyənin nəzərində Təbəri məqbul şəxsdir. İndi gəl Təbəri barəsində İbn Kəsirin fikrini baxaq. İbn Kəsir İmam Təbəri barəsində buyurur. Hansı kitabda? Məhşur Əl-Bidayə və Nihayət əsərində. Deməli, təhqiqat da Əbdülmuhsin Ət-Turkinin təhqiqidir. 14-cü cild 746-749-cu səhifələrdə Təbərinin tərcüməyə halı bölməsində yazır. Bəzi xoş sözlərini sadalayıb, filandır, bəzi məqamları sadalayandan sonra deyir, axırda. Allahın kitabını və sünnəsini bilməkdə İslamın imamlarından bir imamdır. İslam imamlarından bir imamdır. Daha bu ən ali dərəcədə təqdim etmədir. İslam imamlarından bir imamdır. İbn Kəsir öz ustadı, öz müəllimi Təbəri barəsində fikri budur ki, imamlardan bir imamdır. Sonra yazır. O dəfn olunanda xeyli sayda insan iştirak etdi və namazını qıldı. İnsanlar gəlirdilər və qəbrinin yanında onun üçün namaz qılırdılar. İbn Kəsir özü İbn Teymiyənin tələbəsi sayılır. Hansı ki, Vahhabiyyət əqidəsinin kökü bunlara dayanır. Bugünkü qəbrin yanında namaz qılmağı şirk hesab eləyən cərəyanın alimləri nəql edir ki, gəldilər, qəbrinin yanında namaz qıldılar. Kimə? İmam Təbəriyə. Sonra deyir, çox mühüm bir nöqtədir. Çox mühüm nöqtədir. İbn Kəsir deyir, həmin kitabda deyir ki, mən onun, yəni Təbərinin Qədirxum barədə xeyli hədislər cəm olunmuş 2 cildlik böyük kitabını görmüşəm. Sual olunur, hanı o kitab? Əlimizdə yoxdur həmin kitab. 2 cildlik böyük kitab yoxdur. Niyə yoxdur? Sualdır. Böyük bir sualdır. Bu suala əgər cavab verə bilərlərsə versinlər. Niyə? Məsələn, təfsiri gəlib çıxa bilib, tarix gəlib çıxıb, amma o 2 cildlik Qədirxum barəsində olan kitab yoxdur. Eybi yoxdur, sən bunu dost mənasında yoz. Amma bu kitabı gətir çatdır bizə. Mən elə düşünürəm ki, bu birbaşa xilafət məktəbini alt üst çevirən bir kitabdır və Əli əleyhissalamın imamətinə, xilafətinə dəlalət eləyən məsələlərdən biridir deyə bu hədisi ortadan aparırlar. Aradan aparırlar. Başqa mən onun cavabını bilmirəm. Çünki biz hətta başqa bir yerdə baxırıq ki, tarixi Təbəridə ki, mövzudan kənara çıxsa ancaq bununla əlaqəsi var. Məsələn, tarixi Təbəridə, Təbərinin tarix kitabında o ki, Peyğəmbərə ənzir əşirətəkəl əqrəbin, öz yaxın qohumları qorxud ayəsi nazil olanda, hətta nazil olanda Peyğəmbər öz vəsisi olaraq, xəlifəsi olaraq, canişin olaraq Həzrəti Əlini elan elədi, balaca uşaq olan vaxt. Və orada deyir ki, xəlifəti, mənim xəlifəmdir, qeydi var. Amma tarixdə var bu, amma təfsirə baxırsan, Təbərinin təfsir kitabına baxırsan, həmin ayənin təfsirində gəlir. Ən yaxın qohumları qorxud ayəsinin təfsirində gəlir. Və kəzə. Belə dedi, belə dedi. O xəlifəti hissəsi xəlifəmdir, hissəsi götürülüb ortada. Yəni bunu əgər bu hissə ki, bəzi alimlər deyir ki, dövrü bir məsələ idi, bu ümumi xilafətə dəlalət eləmir. Hər bir halda bunun adını nə qoyursan? Qoy. Amma
bunu niyə ortadan aparırsan? Əgər ortadan aparırsansa, deməli, məsələnin əhəmiyyətini özündə bilirsən, gözəl bilirsən ki, bu nəyə dəlalət edir. Və kitabı aradan aparmağın bundan başqa heç bir məqsədi ola bilməz. Deməli, biz dedik ki, İmam Təbərinin 2 cildlik əsəri var. O 2 cildlik əsəri Qədirxum barəsində yazılıb və orada bir xeyli hədislər cəm olub. Orada hətta yazırlar ki, həmin hissədə yazır İbn Kəsir ki, sonra onu rafizilikdə ittiham elədilər. Bu barədə yox, başqa bir məsələni bəyan eləmişdir. O məsələ barəsində rafizilikdə ittiham elədilər. Kimi? Muhammed ibn Cərir Ət-Təbərini. Niyə? Dəstəmaz ayəsini məsih kimi izah elədiyinə görə,ğusul kimi izah eləmədiyinə görə. Ona rafizi adını qoymuşdular. Muhammed ibn Cərir Ət-Təbərini. Bunu kim yazır bizə? Bunu bizə çatdıran, nəql edən İbn Kəsir Ət-Dəməşqi. Sonraki mənbələrdən biri də kimdir? İbn Uqdə Əl-Həmədani. Bu şəxs də bu barədə kitab yazır. Nə barədə kitab yazır? Bu barədə ki, Qədirxum barəsində kitab yazır. Amma əlimizdə deyil. Amma bu kitabı bizə İbn Teymiyyənin yolunda olan alimlər nəql edir. Məsələn, İbn Həcər Əl-Əsqalani Təhsib kitabında, mətbəədə, Risalə Müəssəs mətbəəsində 3-cü cild 171-ci səhifəsində deyir, Əleyhisselamın tərcüməyi halında yazır ki, Əbul Abbas İbn Uqdə Əl-Həmədani 70 səhabə və ondan çoxu bu hədisi təxric etmişdir adı altında. Yəni, həmin o Həmədani öz kitabında Qədirxum hədisinin 70 səhabədən kanalı ilə gəldiyini yazır. İndi burada bir dənə sual çıxır. Biz bayaqlar dedik ki, biz hələ bilmirik ki, İbn Teymiyyə bunu araşdırıb qənaətə gəlib ki, Qədirxum hədisin barəsində rəddiyə yazıb, yoxsa araşdırmayıb. Biz hüsnü zənn eləyib, belə ifadə eləyirdik ki, ola bilsin ki, araşdırmayıb. Amma bizim hüsnü zənnimizi tamam, yəni yerlə bir eləyən bir fikri var, öz fikridir. İbn Teymiyyə özü yazır, Minhacü's Sünnə kitabında, Doktor Muhammed Raşad Salim təhqiq əsasında 4-cü cild 256-cı səhifədə yazır. İbn Uqdə o ki, Əl-Həmədani deyir, bu hədis barəsində çoxlu kanallarla rəvayətlər gətirir. Deməli, 70 səhabə. Çox mühümdür, bax. İndi burada biz məsələni deyəcəyik. Məsələ nədir? Məsələ odur ki, Əhl-i Sünnə məktəbində belə bir hədis var Peyğəmbərdən. Lə təcdəmi ümməti ələ dalalətin əv ələ xata. Mənim ümmətim zəlalət və xata üzərində cəm olmaz. Yəni, ümmətim bir şeydə cəm olsa, bu onun ismətidir, günahsızlığıdır, məhsumluğudur. Bizdə də icma qəbul olur, amma bizim icma qəbul eləməyimizlə Əhl-i Sünnənin icma qəbul eləməsinin arasında fərq var. Bizim icmaya baxışımız budur ki, gərək o 2 dənə əsasa söykənə, Quran və Sünnəyə söykənə. Amma bunlarda məsələ budur ki, mümkündür söykənsin, mümkündür söykənməsin. Söykənməsə də, alimlər bir məsələdə ittifaq eləsələr, hətta söykənməsə, fikirləri bir-birinin üstüsünə düşsə, o fikir olur nə? O fikir olur ümmət alimlərinin isməti. Əgər bunda cəm olurlarsa,
cəm olurlarsa, artıq bu fikir qəbul olunmuş fikir kimi təqdim olunur. Bu sözün qarşısında heç kəs bir söz deyə bilməz. Hədisdə buna isnad edirlər. Lə təctəmi ümməti alə dalalətin əv alə xəta. Mənim ümmətim zəlalət və xəta üzərində cəm olmaz. Deməli, alim İdrisi adında bir alimdir ki, məşhur Kəttani, İmam Kəttani. Deməli, İmam Kəttaninin mütəvatir hədislər adında bir toplusu var. Bu hədisi burada zikr eləyəndən sonra yazır ki, qeyd edilir ki, bu ismət ümmətin ismətidir, günahsızlığıdır. Sonra deyir, bu hədis mənim ümmətim zəlalət üzrə birləşməz hədisi mütəvatir hədislərdəndir. Mütəvatir hədis. Sonra səbəbini gətirir. Lənnəhu rəvahə xamsətun minəs-sahabə. Arxasında yazır İbn Ömər, Əbi Bəsr Qaffari, Əbi Malik Əş'əri, Ənəs və İbn Abbas. Deməli, qeyd edir. 5 dənə sahabənin adını gətirəndən sonra deyir ki, 5 dənə sahabə bunu rəvayət etdiyinə görə bu hədis mütəvatirdir. İndi diqqət edin. Bayaqları biz hədisi gətirəndə dedik ki, İbn-i Üqdə Əl-Həmədani neçə dənə sahabədən gətirib? 70 sahabədən gətirib. Bu neçə dənə şərti qoyur? Deyir, 5 dənə. Ravi əgər hədisi sahabə ravi nəql eləyirsə, rəvayət eləyirsə, bu artıq hədisin mütəvatirliyi deməkdir. Amma Qədirxum hədisində 70 nəfər. İbn Üqdə Əl-Həmədaninin sözüdür. Bizdə hələ alim var ki, 100 dənə deyir. Hələ alim var ki, 200 dənə deyir. Bu şərti rəqəmdir. Məsələn, bu özünün dediyi bir fikirdir. Düzdür, aşağı deyənlər də var. Amma nə qədər deyilsə də, məsələn, Əlbani deyəcək 10. Amma 5-dən yuxarıdır. Əlbaninin də fikri biraz fərqlidir. Yəni, biz üçün aydın oldu ki, bu hədis mütəvatir deməkdir. Çünki 5 hədisə, 5 sahabədən gələn hədisə əgər mütəvatir deyirsənsə, mütəvatir hədisində əhl-i sünnətdə bəzi alimlər deyib ki, mütəvatir hədisi inkərləmək Quran ayəsini inkərləmək. Yəni, qəti-yüz sudurdur. Yəni, Peyğəmbərdən qəti şəkildə, yəqin şəkildə sadir olmuş. Daha bu. İndi bəzilər deyə bilər ki, məsələn, nə olsun deyək ki, sahabələrin 70-i yox, 170-indən gəlsin, amma bütün kanallar zəifdir. Amma burada çox diqqətli olun. Təvatürdə səhihlik şərtdir. Təvatürdə zəif də olsa, təvatür həddindən çatıbsa, artıq o hədisi müzakirəyə çıxarılmır. Buradan biz, məsələn, bu yaxınlarda belə bir, indi inşallah ki, onu çox tədqiqat kimi, çox araşdırmalı şəkildə təqdim edəcəyik. Bəziləri bu yaxınlarda Hz. Əli əleyhissalamın Kəbədə doğulması barəsində bəzi məsələlər atıblar. Yəni, çox elmi olmayan, üslubsuz şəkildə bir şey təqdim ediblər. Yəni, bu kiçik bir məsələni demək istəyirəm ki, sırf bu məsələ nə əlaqədərdir. Məsələni belə gətirirlər ki, güya deməli, Hakim-ən Nəşapuri bu hədisə səhih deyib, bu adam da hədisdə mütəsahil olub, yəni biraz hədis səhihləşdirməkdə biraz zəif olub. Bu hədisə də səhih deyib, bunun heç bir etibarı yoxdur. Sonra gətirir ki, bəs Hakim Nişaburini kim tənqid edir? O alimləri gətirir. Həmin şəxsə biz buradan deyirik ki, yenə də araşdırma aparmadan təqdim eləyibsən bu məsələni. Məsələ elə deyil.
Hakim Ən-Nəşapuri deyir ki, bu mütəvatir xəbərlərdəndir. Demir səhihdir. Mütəvatir xəbərlərdəndir. Əgər sənin hansısa bir alimin çıxıb mütəvatiri araşdırmasını aparıbsa, mütəvatirin qabağında bir söz deyibsə, mən sənə təslim. Mən sənin dediyi qəbul edirəm. Amma mütəvatir hədis müzakirəyə çıxarılmır. Mütəvatir hədis müzakirəyə çıxarılmır. Əgər təvatür həddinə çatıbsa. Bu elmi üslubdur. Ki, oturasan, əvvəl səhih adın qoyasan. Deyəsən, Hakim Nəşapuri bunu səhih bilir. Sonra da vasitəyəsən Hakim Nəşapurini vurasan. Deyəsən, onun səhih bilməyin heç bir qiyməti yoxdur. Aha, bu səhih bilmir. Görün, əvvəldən adam müqəddiməni elə düzəldir ki, müqəddimədən bir xəbər olan artıq bunun sözü də şəkkə şübhəyə düşür. Amma Hakim Nəşapuri deyir, bu mütəvatir xəbərlərdəndir. Hətta qapını bağlayır. Qapı bağlanır. Məsələ budur. İnşallah ki, bu imkanımız olar. Bu məsələ barəsində geniş araşdırma təqdim olunar. Ya qardaşlarımız təqdim eləyər. Yəni, aydın olar ki, məsələ sənin 5 dəqiqə bir şeyi analiz eləməyindən nəticə çıxarılmır. Məsələ bütün İslam ümməti tərəfindən qəbul olunmuş məsələdir ki, Həzrət Əleyhisselam Kəbədə doğulur. Bunu inkarına heç kəs çalışmayıb. Ola bilsin ki, məsələn, o xəbərlərdən birində, məsələn, alim hədislər ki var və yaxud xəbərlər ki var, xəbərlərin birində, məsələn, bir nəfər işqal buyura bilər. Amma təvatür həddinə çatanda da o hədisi ümumiyyətlə hadisiyə deməz ki, bu hadisə uydurulmuş hadisədir. Bir kanalına müzakirə, bir təriqini müzakirəyə çıxardar. Amma ümumən o təvatür həddinə çatırsa, ona erişməzdir. Bu bir kiçik mülahizə idi ki, biz bunu bildirdik. Yəni, inşallah bunu geniş şəkildə araşdırması təqdim olunur. Biz bu təqdim elədiyimiz məsələdən sonra gəlirik nəyə? Gəlirik, deməli, ki, İbn-i Qudənin bildirdiyi fikri deyilir. Sonra İbn Həcər Heythami, deməli, bu adam bir kitab yazıb, o kitabında deməli səhabə sayının 30 olduğunu bildirir. Rəvayətçilərin, ravilərin sayını, rəvayətçi sahabələrin sayının 30 olduğunu bildirir. Bundan sonra isə ən məşhur alimlərdən biri, yəni daha hər kəs tərəfindən tanınan alimlərdən biridir, Şeyx Nasirüddin Əlbani. Daha bunu İslam ümmətinin çoxsuna bələddir ki, Əlbaninin hədisdəki mövqeyi nədir. Bu adam hətta o dərəcədə olub ki, dövrün Buxarisi deyirlər ona. Biz üçün, yəni bu deyilən sözün bir qiyməti yoxdur. Amma qarşı tərəfə bunu təqdim edirik ki, heç olmasa öz alimimizin fikrinə hörmətlə yanaşır. Əlbani Silsilə-tü Əhadisi Səhih adında bir kitab yazır. Səhih hədislər toplusu. O, həmin səhih hədislər toplusunu Kütub-ı Sittədə, 6 kitabda olan hədisləri bir növ 2 yerə bölür. Səhih hədislər toplusu, zəif hədislər toplusu 2 yerə bölür. Səhih hədislər toplusunda deməli gətirir. Burada 2 dənə məsələ var, çox mühümdür. Əvvəla İbn Teymiyyə kimi bu 2 yerə bölünür hədisi. Bir xətlə hər ikisini deyir. Həm əlavəsini, həm əsl hissəsini deyir. 1750-ci hədisdə qeyd edilir. Özə çox diqqətli məsələdir. 4-cü cild 330-cu səhifədən 344-cü səhifəyəcən ancaq Qədirxan barəsində danışır. 15 səhifə Əlbani danışır. 10 nəfər sahabə bəyaları qeyd edilədik. 10 nəfər sahabənin adını çəkir.
Zeyd ibn Ərqəmdir, Səd ibn Əbi Vaqqasdır, Bərid ibn Əl-Həsibdir, Əli ibn Əbi Talib əleyhissalamdır, Əbu Əyyəb Ənsaridir, Bəra ibn Azib, Abdullah ibn Abbas, Ənəs ibn Malik, Əbu Səid Əl-Xudri, Əbu Hüreyrə kimi sahabələrin adını çəkir. Deməli, burada bir maraqlı yoxdur. 10 dənə sahabə o deməkdir, 10 dənə sahabədən hərəsindən bir ona tabi olan, yəni tabiun nəql edib, yox. Məsələn, Zeyd ibn Ərqəmdən 5 kanalla gəlib. 5 kanalla həmin hədis gəlib. Məsələn, Səd ibn Əbi Vaqqasdan 3 kanalla gəlib. Bərid ibn Əl-Həsibdən 3 kanalla gəlib. Məsələn, Əli ibn Əbi Talibdən 9 kanalla gəlib. 20 kanal var artıq. Ki, sahabə və tabiun cəm olan. Sonra Əlbani deyir, bu hədislərin 13-ü səhihdir. Daha bəyalar dedik ki, mütəvatir hədisin ola bilsin işgal buyura bilərlər ki, mütəvatir hədisdə hamısı zəif hədislərdən toplaşır. Amma Əlbani deyir ki, 13-ü səhihdir. Bu yolların, kanalların 13-ü, təriqlərin 13-ü səhihdir. Deməli, artıq bu məsələ barəsində şək şübhə qalmadı ki, Əlbani mütəvatir bilir. Sonra qeyd edilir. Birinci hissə mütəvatirdir, ikinci hissədə qəti olaraq Peyğəmbərdən sadir olur. Yəqinən Peyğəmbərdən, yəni güclü sənədlərlə gəlib çıxır. Birinci hissəni mütəvatir hesab edir, yəni o hansı ki əvvəldəki hissəni ki dedik, mən kimin mövlasıyam, Səhəlunun mövlasıdır. İkinci hissəni də təsdiq edilir. Amma İbn Teymiyyə necə deyir? İbn Teymiyyə deyir ki, birinci hissə zəifdir, ikinci hissə uydurmadır. Deməli, yol ayrıldır. Əlbaninin yolu ilə İbn Teymiyyənin yolu ayrıldı. Təbərinin yolu ilə İbn Teymiyyənin yolu ayrıldı. İbn Üqdə Həmadani ilə İbn Teymiyyənin yolu ayrıldı. İbn Həcər Heysəmi ilə bunun yolu ayrıldı. Hətta orada biz görəcəyik, inşallah ki, gələn dərslərdə biraz təfsilatına girişəcəyik. Məsələləri aydın olacaq, hətta Zəhəbinin fikirləri, Hakim Ənd-Nəşapuri, yəni başqa alimlər çıxacaq ortalığa ki, onlar da hamısı səhih biliblər və bu qədər ümmət alimləri bərabər İbn Teymiyyə, bunların qarşısında bir dənə bu durub həmin hədisə tənliyir. İndi burada bir maraqlı nöqtəni deyə inşallah xülasələndirək dərsimizi. Dərs bundan ibarətdir ki, deməli, Şeyx Əlbani həmin hədisi qeyd edir. Deməli, hədis də çox maraqlıdır. Yəni, bunu Əhməd ibn Həmbəldə qeyd edir. Həmin hədisi biz bunu dərsdə də demişik. Bizə deyirlər ki, Həzrət Əli əleyhissalam əgər haqq xəlifə idisə, niyə bunu bəyan eləmədi? Bu, yenə araşdırmacı sözüdür. Bu qeyd edəcəyimiz hədis ki, buna səhih deyiblər, bu hədis özü isbat edir ki, Əli əleyhissalam öz xilafətini istidlal eləyib, yəni dəlil olaraq təqdim eləyib qarşı tərəfə. Deyir, rəhbə günü insanlar cəm oldu, sonra Əli əleyhissalam üzün tutdu cəmiyyətə. Bütün müsəlmanları Allaha and verdi ki, Qədr-i-Xum günündə eşitdiyinizi mənə şahidlik eləyin mənim üçün. Nə eşitmişsiniz? Yazır, Fəqamə sələtunə minən-nas. O insanlardan 30'u ayağa qalxdı və şəhadət elədi ki, 30 nəfər ayağa qalxdı, şəhadət elədi ki, biz eşitmişik Qədr-i-Xumda Peyğəmbərin sözü. Bəzi rəvayətdə gəlir ki, başqa rəvayətdə ki, فَفِي رِوَایَةٍ فَقَامَ نَاسٌ كَثِيرٌ. Çox adam qalxdı. Yəni, biz bir rəvayətdə 30 nəfər bilirik, bir rəvayətdə 30'dan çox olub. Yəni, rəvayət fərqi var. Ola bilər 70 səhabə olsun, ola bilər 100 səhabə olsun, ola bilər 200 səhabə, yəni bu ola bilər, mümkündür.
Onlar şəhadət etdilər nəyə? Ona şəhadət elədi ki, Peyğəmbər əlini tutdu və dedi: Ey insanlar, mən sizə, ey möminlər, mən sizə özünüzdən daha yaxınamı, daha üstünəmmi? Deyir, bəli. Dedilər, ya Rasulullah, bəli. Sonra deyir, qalə mən kuntu məvla fəhəzə əliyyün fəhəzə məvla Allahumə vəli mən vələh və ədi mən adah. Allahım ona dost olana dost ol, düşmən olana düşmən ol. Bu hissələrdə görürük ki, burada Əlbani gətirir. Burası da aydın. Sonra arxasıca çox bir diqqət olması məsələdir. Fəxərəcdu, ravi deyir, çıxdım və kəənnə fi nəfsi şeyən, mənim içimdə bir şeylər yarandı. Bir fikir yarandı, bir şey yarandı, narahatçılıq yarandı. Bir şeydən narahat olmağa başladı. Fələqitu Zeyd ibn Ərqəm فَقُلْتُ لَهُ إِنِّي سَمِعْتُ عَلِيًّا يَقُولُ كَذَا وَكَذَا. Çıxdım, Zeyd ibn Ərqəmlə görüşdüm və ona dedim ki, mən Əlidən bu sözləri eşitdim, belə-belə eşitdim. Və kəzə, qalə, dedi, niyə inkar etdilər? Bəs niyə inkar olundu? Burada bir maraqlıdır. Birinci məsələ bu inkar məsələsi. İkinci məsələ budur ki, içimdə bir narahatçılıq keçirdim. Bir şey içimdə ravi deyir. Sual yaranır burada. Əgər, yəni bunu inşallah ki, gələn bəhslərdə izah edəcək. Sadəcə bir sual kimi, bunu bir nöqtə kimi, bu sualı dərsin axırında nöqtə kimi tamamlamaq üçün bu sualı deyirik. Əgər müvalatdan, yəni mövlalıqdan məqsəd dostluq idisə, bu adamın içində bu narahatçılıq niyə yaranırdı? Əgər narahatçılıq varsa, bu münafiqliyin əlamətidir. Yəni, bir nəfər bir mövlalığa görə narahatçılıq keçirdirsə, ravi əgər narahatçılıq keçirsə, əlidən eşitdiyini, narahatçılıq keçirsə, bu artıq onun münafiqliyi deməkdir. Amma biz deyirik, bu nədir? Bu, dostluq məsələsidir. O şəxsin içərisində narahatçılıq keçirməyi bizə əsas verir ki, əgər şəxs narahat olursa, bu narahat olma başqa şeyə dəlalət edir. Və arxasıca ki, inkar etdilər, bu aydın məsələdir ki, dostluq məsələsində inkar olmadı. Ki, hansı məsələdə inkar oldu. İnşallah gələn dərslərdə ki, bunu geniş şəkildə təfsilatı ilə məsələyə toxunacaq ki, təhiyyətən ləkum və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.